Mübtəda əsasında formalaşan yalnız bir növdür, o da adlıq cümlə. Yəni, adlıq cümlənin xəbəri olmur. Əvvəlcə müəyyən şəxsi cümlə ilə başlayaq. Ümumiyyətlə, mübtədası və xəbəri iştirak edən cümlələr müəyyən şəxsli cümlələrdir. İşi görən müəyyən olur. Kim tərəfindən görüldüyü bilinir. Məsəl üçün deyək ki, Günəş şəfəqini ətrafa saçdı. Burada saçdı nə etdi? Nə? Günəş. Həm mübtədamız var, həm də xəbərimiz var. Yəni ki, mübtəda varsa əgər bir mənalı olaraq bu cümlə müəyyən şəxsi cümlədir. Təbii ki, xəbəri də varsa. Xəbəri olan cümlənin mübtədası varsa bir mənalı olaraq müəyyən şəxsi cümlədir. Bir də ki, müəyyən şəxsi cümlələrdə bəzən mübtəda buraxıla bilər. Deməli, mübtəda buraxıldığı zaman biz onu bərpa edə bilirik. Məsəl üçün deyək ki, məktəbdən evə gec gəldim. Biz artıq xəbərdəki şəxs olmağına əsasən işi görənin kim olduğunu bilirik. Gəldim. Kim gəldi? Mən gəldim. İşi görən məlumdur. Və yaxud da bu birinci şəxsin təki. Təki. Bir də deyirəm ki, tapşırıqları yaz. Bir nəfərlə deməmişim. Hamıya demirəm ki, yaz. Kim yazsın? Sən. Sən tapşırıqları yaz. Biz bunun qarşısına sən əlavə edə bilirik. Deməli, burada ikinci şəxsin təki. Daha sonra deyirəm ki, məktəbə vaxtında gəldi. Məktəbə vaxtında gəldi kim? O. O məktəbə vaxtında gəldi. Deməli, bu üçüncü şəxsin təki. Daha sonra tapşırığı vaxtında yazın. Siz yazın. İkinci şəxsin cəmi. Ancaq yadda saxlayaq ki, biz birinci, ikinci şəxsin həm təkini, həm də cəmini qarşısını bərpa edə bilərik. Mübtədası olmadıqda. Amma bu dediyim qayda üçüncü şəxsin cəmi üçün keçərli deyil. Məsəl üçün deyirəm ki, vaxtında gəldilər. Biz onun qarşısına bəli, onlar əlavə edə bilirik. Ancaq ki, bu zaman əlavə edə bilsək belə, biz bunu müəyyən şəxsi cümlə götürə bilmərik. Əgər hazır şəkildə onlar əvəzləyib burada varsa, cümlənin özündə varsa, yəni cümlədə mübtəda varsa, bəli, müəyyən şəxslidir. Amma onlar yoxdursa, biz onu bərpa edə bilmərik. Bu cümlə gedəcək ya ümumi, ya da ki, qeyri-müəyyən şəxsli. Yəni, demək istədiyim odur ki, digər şəxslərin təki və cəmi əlavə edilə bilər.
Mən, sən, o, biz, siz. Amma ki, onlar əvəzliyini biz qarşıya əlavə edə bilmərik olmadığı halda. Bu cümlə isə qeyri-müəyyən şəxsi cümlədir, çünki işi görən məlum deyil, bir qrup şəxs tərəfindən görülübdür. Ümumi şəxsi cümlə ümumilikdə hər kəsə aid olur. Bütün hər kəsə. Amma qeyri-müəyyən şəxs isə bir qrupa. Məktəbə vaxtında gəldilər, hamı vaxtında getmir axı. Bir qrup şəxs də vaxtında gələr. Daha sonra qeyri-müəyyən şəxsli cümlələr. Qeyri-müəyyən şəxsli adından da gördüyü kimi müəyyən olmayan, yəni ki, hərəkətimiz də, hökmümüz də qeyri-müəyyən şəxsə aid olduğunu bildirir. Qeyri-müəyyən şəxsli cümlə xəbər əsasında formalaşır. Mübtədası ümumiyyətlə olmur. Deməli belə, mübtədası olmur. Burada əsas 3 şərtimiz var. Xəbər sonluğu lar olmalıdır. Xəbərdə lar şəkilçisi olur. Yəni, xəbər üçüncü şəxsin zəmində olmalıdır. Və hadisələr bir qrup şəxs tərəfindən icra olunur. Eyni zamanda onu deyim ki, bəzən qeyri-müəyyən şəxsi cümlələrdə bunu təkrarlayaq. Qeyri-müəyyən şəxsi cümlənin mübtədası heç olmur. Lar, xəbər, yəni lar şəkilçisi olmalıdır. Belə deyim, yəni xəbər üçüncü şəxsin cəmində olur. Qeyri-müəyyən şəxsi cümləni axtaran zaman birbaşa olaraq xəbəri lar olmayan bütün cümlələri çıxırıq. Və iş bir qrup şəxs tərəfindən icra edilməlidir. Bir qrup şəxsə aid olmalıdır. Bəzən isə qeyri-müəyyən şəxsi cümlələrdə bir sıra modal sözlərdən istifadə olunur. Elə bil ki, sanki, deyəsən, güya ki, bu kimi modal sözlərdən istifadə olunur. Bir də onu deyərdim ki, qeyri-müəyyən şəxsli cümlələr müxtəsər və geniş olur. Müxtəsər və geniş olmaq isə deməkdir ki, müxtəsər cümlə yalnız mübtədadan və yalnız xəbərdən ibarət olur. Əgər cümləmiz yalnız mübtəda və xəbərdən ibarətsə, bu müxtəsərdir. Əgər içərisində əlavə olaraq bir dənə belə olsa, ikinci dərəcəli üzvümüz varsa, o geniş cümlə hesab olunacaq. Deməli, müxtəsər cümlə mübtəda və xəbərdən ibarət olur. Geniş cümlə isə ikinci dərəcəli üzvlərdən hər hansısa biri olmalı kifayətdir. O demək deyil ki, hamısı olmalıdır ki, geniş olsun. Yalnız biri də olsa kifayət eləyir. Ümumi şəxsli cümlə. Ümumi şəxsli cümlə adından da görüldüyü kimi ümumi fikir ifadə edir. Yəni ki, hər kəsə aid olunan, hamıya aid olunan cümlələri. Yadda saxlayaq ki, ümumi şəxsli cümlələr çox vaxt atalar sözləri ilə ifadə olunur.
Amma bir şeyi də yaxşı yadda saxlamaq lazımdır ki, hər atalar sözü də ümumi şəxsli cümlə deyil. Əgər ki bir cümlənin mübtədası varsa, biz onu əsla və əsla ümumi şəxsli cümlə kimi götürə bilmərik. Məsəl üçün deyək ki, ağac bar verəndə başını aşağı əyər. Əgər nə? Ağac. Bu cümlə də atalar sözlərdir. Lakin burada mübtəda var. Və mübtədası olan bir söz ümumi şəxsli ola bilməz. Daha sonra o demək deyil ki, həmişə atalar sözlərlə ifadə olunur. Çox vaxt atalar sözlərlə ifadə olunur. Bəzən elə cümlə ola bilər ki, atalar sözü olmaz, ümumi fikir olar. Məsəl üçün deyək ki, küçədə turistlərə rast gəlirsən. Küçədə turistlərə rast gəlirsən, sən də gəzəndə gəlirsən, mən də gəzəndə gəlirəm, hər bir kəs gəzəndə rast gəlir. Biz bunu müəyyən şəxsi cümlə götürə bilmərik. Bəli, deyə bilərsiniz ki, müəllim, axı bunun qarşısında biz sən əvəzini bərpa edə bilirik. Bəli, bərpa edə bilərsən. Çünki ümumi şəxsi cümlənin xəbəri ya ikinci şəxsin təki olur, ya da üçüncü şəxsin cəmi. Mən desəm ki, sən evə hər gün vaxtında gedirsən və yaxud da ki, sən desəm ki, evə vaxtında gedirsən, bəli, burada bir şəxslə danışır və bir şəxsdən söhbət gedir. Amma küçədə turistlərə rast gəlirsən, tək sən yox, həmin küçədə gəzən istənilən bir insan həmin turistlərə rast gəlir. Bu ümumi bir fikirdir. Deməli, çox vaxt atalar sözlərlə ifadə olunur. Xəbər. İkinci şəxsin təki. Üçüncü şəxsin cəmində olur. Və bir şey yadda saxlayaq. Bundan əlavə olaraq. Qeyri-müəyyən şəxsli cümlələrimizdə də xəbər üçüncü şəxsin cəmidir, ümumi şəxsli cümlədə də. Dediyim kimi, qeyri-müəyyən şəxsli cümlədə hadisələr bir qrup şəxsə aiddir, amma ümumi şəxsli cümlədə isə hər kəsə aiddir. Məsəl üçün deyirəm ki, qaçanı qovmazlar. Bir də deyirəm ki, şəhərə yola düşdülər. Qaçanı qovmazlar atalar sözüdür və bu hər kəsə şamil edilən bir sözdür. Yəni ki, qaçan adamı qovmaq olmaz. Və yaxud da şəhərə yola düşdülər. Şəhərə yola düşmək isə bir qrup şəxsin həmin vaxtı şəhərə yola düşməyidir. Biz elə şəhərə yola düşən vaxt hamı bizə qoşulub yola düşmür ki. Bu olacaq deməli qeyri-müəyyən şəxsi cümlə. Amma bu isə ümumi şəxsi cümlədir. Deməli, böyüyə cavab qaytarmazlar. Bir də deyirəm ki, onu dünən iclasa çağırdılar. Böyüyə cavab qaytarmazlar. Burada cavab qaytarmaq ümumiyyətlə bir götürülür. Həm də ki, cavab yox, cavabı. Qeyri-müəyyən təsirli halda olan sözdür. Böyüyə cavab qaytarmazlar. Bu hər kəsə aiddir. Yəni, heç bir kəs cavab qaytarmamalıdır. Hamıdan tələb olunur. Bu ümumi şəxslidir.
Amma ki onu duran icrasa çağırdılar, bir qrup şəxs tərəfindən icrasa çağırılıbdır. Bu isə qeyri-müəyyən şəxsli cümlədir. Bu da belə deyim, şəxsi cümlənin qeyri-müəyyən şəxsli cümlənin fərqidir. Bir də ki, əgər burada olsaydı ki, onlar onu duran icrasa çağırdılar. Aha, bəs bu belə olduğu zaman müəyyən şəxs olardı. Əgər burada onlar sözünü biz konkret olaraq görsək, mübtəda olsa müəyyən şəxsli cümlə olar. Şəxsi cümlə mübtədası olmur və mübtədanı digər cümlələrdən fərqli olaraq bərpa etmək də mümkün deyil. Digər cümlələrdə biz onlar əvəzini bərpa edə bilirdik ən azından. Yəni beynimizdə o cümləni, o sözü qarşıya qoya bilirdik. Amma şəxsi cümlədə heç bir mübtədanı bərpa etmək olmur. Və şəxsi cümlənin xəbəri üçüncü şəxsin təkində olur. Şəxsi cümlə xəbərinin ifadəsinə görə iki cür olur. İsmi xəbərli, bir də eyni zamanda feili xəbərli. Yəni şəxsi cümləyə misal göstərək. Qış axşamı idi. Yəni ismi xəbərli şəxsi cümlələr adətən ikinci, üçüncü nöqtənin söz birləşmələri ilə ifadə olunur və yaxud da ki, xəbər adlarla, isimlər, sifətlər, zərflər və s. bunlarla ifadə olunur. Qış axşamı idi. Bilirik ki, ismi birləşmələr, yəni ikinci və üçüncü nöqtənin söz birləşmələri parçalanmır. Burada da bütöv xəbər gedir. Daha sonra Bakıda toydur. Toydur. Harada? Bakıda. Biz onun qarşısına mübtəda qoya bilmirik. İsti yay günləridir. Günlərindən biri idi. Yay günlərindən biri idi, bütöv xəbər gedir. Bir də feili xəbərli şəxsi cümlələr var. Xəbəri ancaq və ancaq şəxssiz feillə ifadə olunur. Və xəbərdə ıl şəkilçisi olur. Məsələn, şəhərdə bu məsələyə toxunulmadı. Yəni şəhərdə bu məsələyə toxunulmadı. Şəxssiz feillə ifadə olunub, çünki qarşısını mübtəda bərpa edə bilmirik. Harada? Şəhərdə. Məsəl üçün başqa. Ulduzlu bir deməli belə sonra. Tənbəllərə çox təsadüf edilir. Təsadüf edilir kimə? Tənbəllərə. Buradakı təsadüf edilir sözü şəxssiz növdədir. Şəxsi cümlələr də müxtəsər ola bilir, geniş ola bilir. Məsəl üçün deyirəm ki, yaydır. Yalnız xəbərdən ibarət olan şəxsi cümlədir, yəni müxtəsər. Bir də deyirəm ki, indi yaydır. Buradakı indi nə vaxt? İndi. Buradakı indi zərflikdir. İkinci dərəcəli üzvümüz olduğu üçün də bu geniş cümlədir. Daha sonra adlıq cümlə. Adlıq cümlə bilirik ki, mübtəda əsasında formalaşır. Adlıq cümlədə
Xəbər heç vaxt olmur. Amma bu o demək deyil ki, xəbəri bərpa edə bilmərik. Bərpa edilə bilər. Bu zaman isə onun məna növü dəyişəcəkdir. Məsəl üçün deyirəm ki, Qarabağ Şuşa qalası. Cıdır düzü. At çapan igidlər. Çələng hörəng gözəllər. Adlıq cümlələr xəbəri olmur, mübtəda əsasında formalaşır. Hadisənin adı çəkilməklə bizə məlumat ötürülür. Sadəcə olaraq məlumat verilir. Adlıq cümlələr də müxtəsər və geniş ola bilər. Məsəl üçün cıdır düzü. Cıdır düzü müxtəsərdir. İkinci növ təyin söz birləşməsində ifadə olunubdur və yalnız mübtədadan ibarətdir. Bir də deyirəm ki, at çapan igidlər. Burada isə artıq at çapan təyindir. Daha sonra biz onu başqa növə çevirə bilərik. Məsəl üçün deyirəm ki, cıdır düzü. Bu adlıq cümlə düzdürmü? Bir də deyirəm ki, cıdır düzüdür. Nədir? Cıdır düzüdür. İlin əvvəlləridir. Şəxsiz cümlə. Sadə cümlələr sintaktik cəhətdən təhlil eləməsinə görə də iki yerə bölünür. Üzvlənən, üzvlənməyən. Üzvlənən cümlə üzrə görə təhlil oluna bilən, mübtədası, xəbəri təyin ola biləndir. Amma üzvlənməyənin isə yəni təhlil etmək mümkün deyil. Biz onu cümlə üzvlərinə görə bölə bilmirik. Tamamlıq, təyin kimi götürə bilmirik. Və ümumiyyətlə nələr söz cümlə ola bilir? Təsdiq və inkar ədədləri, 2. Bəzi modal sözlər. 3-cüsü isə nidalar. Deməli, təsdiq və inkar ədədləri dediyimiz zaman bəli, xeyr, hə, yox, əsla. Modal sözlər isə təsdiq bildirən modal sözlərimiz var bizim. Əlbəttə, bəlkə, ola bilsin ki, görünür, şəksiz, şübhəsiz. Bir də ki, bəzi nidalar. Deyirəm ki, məsələn, sən Leylanı tanıyırsanmı? Bu ehin özü belə deyim ki, söz cümlə yarada bilir. Və eyni zamanda yadda saxlamaq lazımdır ki, biz yalnız və yalnız söz cümlə olan bu sözlərdən istifadə edirik. Bunların yanında üzvlənən cümlə olmalı deyil, söz olmalı deyil. Məsələn, deyirəm ki, dərsini oxumusan? Cavab verir ki, bəli. Bəli, biz bunu söz cümlə olaraq götürə bilərik. Amma desəm ki, bəli, oxumuşam. Nə etmişəm? Oxumuşam. Xəbər. Üzvlənməyən cümlənin yanında üzvlənən ola bilməz. Bu zaman biz bunu söz cümlə olaraq götürməli deyilik. Amma ola bilər ki, bəli, Həsən. Bunu da götürə bilərik. Çünki Həsən burada xitabdır. Xitabın özü də cümlə üzvü deyil. Yəni bunun üzvlənməyən cümlənin qarşısında gəlməyinin heç bir mənası, yəni heç bir fərqi yoxdur. Biz bunu da söz cümlə olaraq götürə bilərik. Yəni ki, xitab onun yanında olsa çaşmamalıyıq. Və yaxud da deyirəm ki, sabah məktəbə gələcəksən, cavab versən ki, bəlkə. Bu söz cümlədir. Amma desəm ki, bəli, gələcəyəm,
Bu söz cümlə ola bilməz. Hansı cümlələrin əvvəlində şəxsə görə növü düzgün göstərilməmişdir? Şəxsi cümlə. Mənim Yarməmməddən heç gözüm su içmir. Yadda saxlayaq ki, gözü su içməmək ifadəsi frazoloji birləşmədir, bəli. Frazoloji birləşməni ümumiyyətlə biz parçalaya bilmirik. Amma eyni qaydada da mənim gözüm. Bu da üçüncü növ təyini söz birləşməsidir. Nə frazoloji birləşmə parçalamır, nə də eyni zamanda üçüncü növ təyini söz birləşməsi. Ona görə də biz bunları parçalamadan bütöv şəkildə xəbər götürürük və bəli, bu şəxsi cümlədir. Düzdür. Cavablarımız içərisində biri var. Adlıq cümlə. Bu zalım uşaqlarının əlindən bir saatda rahatlığım yoxdur. Adlıq cümlədə şəxs sonluğu olmur, ümumiyyətlə xəbər olmur. Deməli, bu cümlə səhvdir. Müəyyən şəxsi cümlə. İmranın otağı, ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Bu cümlədə xəbər yoxdur, şəxs sonluğu yoxdur və müəyyən bir hadisə haqqında məlumat əldə edə bilirik. Bu müəyyən şəxsdə deyil, adlıq cümlədir. Qeyri-müəyyən şəxsi cümlə. Doğrudan da tələbələr azadlıq uğrunda böyük qəhrəmanlıqlar göstərirlər. Qəhrəmanlıq göstərirdilər. Kimlər? Tələbələr. Mübtədamız tələbələr sözüdür. Mübtəda olan cümlədə isə qeyri-müəyyən şəxsi cümlə yox, müəyyən şəxsi cümlədir. Doğma yurda qayıdanda rahat nəfəs alırsan. Hər bir kəs doğma yurda qayıtdığı zaman rahat nəfəs alır. Bu ümumi şəxsli cümlədir. Yəni biz bunun qarşısına sən qoyub deyə bilmərik ki, bu ümumi şəxsli cümlədir. Çünki burada fikir hamıya aiddir və bilirik axı, ümumi şəxsli cümlənin də xəbəri ikinci şəxsin təkində ola bilir. 1-5. Daha sonra cədvəldə hansı fikirlərin yeri dəyişdirilsə, uyğunluq bərpa olunar. Ağlamayan uşağa süd verməzlər. Burada südü mübtəda götürmürük. Çünki buradakı süd sözü qeyri-müəyyən təsirli haldadır. Yəni südü verməzlər. Bu tamamlığımızdır. Onu mübtəda götürüb verməzləri xəbər götürərək müəyyən şəxsdə götürə bilmərik bu cümləni. Bu süd sözü orada tamamlıqdır və fikir də hamıya aiddir ki, ağlamayan uşağa süd verməzlər. Bu ümumi şəxsli cümlədir. Bunu çıxdıq. Böyük başını kiçik işə qatma. Böyük başını kiçik işə qatma. Ümumi şəxsli cümlədir. Bilik insanın bəzəyidir. Aha, üçə baxaq. Və insanın bəzəyidir nə? Bilik. Burada bu müəyyən şəxsli cümlədir. 3. Daha sonra kənddə tonqallar qalandı. Qalandı nə? Tonqallar. Mübtədası var, bu müəyyən şəxsli cümlədir. Bizi də sərgiyə dəvət etmişdilər. Bir qrup şəxslər bizi sərgiyə dəvət ediblər. Qeyri-müəyyən şəxsli cümlə. Amma burada böyük başını kiçik işə qatma hər bir kəsə aid olan bir cümlədir ki, heç kim başını belə deyim, kiçik bir işə qatmamalıdır. Deməli, bu olmalıdır ümumi şəxsli cümlə, bu isə olmalıdır müəyyən şəxsli cümlə. Cavabımız 2-3. 30-cu sual. Qeyri-müəyyən şəxsi cümlələri müəyyən edin. İndi gəlib səni apararlar. Biz bilmirik axı onu kim aparacaq. Qeyri-müəyyən şəxsi cümlədir. Bir qrup şəxs eləyəcək. Hərə bir söz deyirdi. Bir söz deyirdi kim? Hərə. Buradakı hərə sözü mübtədadır və əvəzlidir. Bəziləri imtahanı vaxtından əvvəl bitirmişlər. Kimlər? Bəziləri. Bu bəziləri əvəzliyimizdir. Yəni onların bəziləri. Buradakı i təsiri yal deyil. Mənsubiyyət olduğu üçün bu adlı qalı sözdür və adlı qalı sözdə mübtəda olur. Bu da getdi. İmtahanlar barədə çox yaxşı fikir söyləyirlər. Bir qrup şəxs çox yaxşı fikir söyləyir. 1-4. Yeməyənin payını yeyərlər. Bilirik ki, bu atalar sözlərdir. Mübtədası da yoxdur və ona görə də bu ümumi şəxsli cümlədir. Cavabımız 1-4.